Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tayyibin tahirin. Ve la'nu daimu ala a'daihim ecmaîn minel an ila yevmiddin. Salam, hoş gördük möhtərəm Zəhra TV izləyiciləri, değerli mümin bazı kardeşlerim. Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinizə olsun. Bugünkü verilişdə istərdim bəzi mətləblərə işarə edəyəm. Yəni o mətləblər ki, o məqamlar ki, Qur'an-ı Kərimdə bir neçə ayələr var. Nən sui istifadə ediblər. Öz bildikləri kimi Qur'anın zahirinə əsasən insanlara deyirlər, çatdırırlar və çox təəssüflər olsun ki, bizim dəyərli mümin, gənc mümin bazı qardaşlarımızın arasında da elələri olur ki, bu sözlərin, bu söhbətlərin deyilən Qur'an ayələrinin bu zahiri müqabilində bir cavab tapmayaraq susurlar və nəticədə müəyyən şübhələr əmələ gəlir. Həmən ayələrdən biri Bəqərə surəsinin 195-ci ayəsi. Belə ki, həmən ayənin axırlarında Allah Teala buyurur: "Və la tulqu bi eydikum ilə təhlükə." Özünüzü təhlükəyə atmayın. Öz əllərinizlə və yaxud ki, tərcümələrdə özünüzü və la tulqu bi eydikum, yəni və la tulqu ənfusakum bit təhlükə. Özünüzü təhlükəyə atmayın. Seyyid-i Şühəda, Həzrət İmam Hüseyin əleyhissalatu vesselamın Yezid məluna qarşı ki, yəni çıxması, daha doğrusu ona beyət etməməsi, zülmə beyət etməməsi, zalimə, zülmə, batilə boyun əyməməsi. Bunu bu cürə qələmə verirlər ki, bəs özünü təhlükəyə atıbdır. Əl-əyazu billah, yəni sanki Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalatu vesselam Qur'an-ı Kərimin bu ayəsinə əməl etməyibdir. Təhlükə təf'ulə vəznində, sözün kökü, yəni ki, həlakət mənasında özünüzü həlakətə atmayın. Və ərəb dilində adətən bu təf'ilə vəznində gələr. Yeganə bu sözdür ki, təhlükə, yəni ərəb qrammatikasında yeganə bu sözdür ki, təf'ulə vəznində gəlibdir. Qaydaq mətləbə ki, Allah Teala Qur'an-ı Kərimdə buyurur: "Və la tuhliku bi eydikum", yəni ənfusakum bi eydikum ilə təhlükə. Bu ayədən dedi ki, suyu istifadə edib, belə deyirlər ki, bəs Yezidə qarşı çıxmaq, Yezidə beyət etməmək insan özünü təhlükəyə atmaqdır. Bəs İmam Hüseyin əleyhissalatu vesselamın bu işini onlar belə qələmə verirlər ki, Həzrət əl-əyazu billah ki, özünü təhlükəyə atdı, bu ayəni sanki unutdu və yaxud ki, bu ayəyə əməl etmədi. Əvvəla, dəyərli bazı qardaşlarım, təhlükə nəyə deyərlər? Bir var, insan məsələn ona lazım olan bir şey, insanın övladı, vacibül nəfəqə ki, ondan bir meyvə istəyir. Hündür bir ağac var, bir ata, bir valideyn. Bu kövrək bucağın üzərinə çıxar ki, övladına meyvə verməkdən ötəri. O da lazımdır. Onu bəlkə meyvə ilə təmin etməkdən ötəri. Lakin o kövrək budaq insanın, bu atanın ağırlığına tab gətirməyib sına bilər. Nəticədə o şəxs əzilə bilər və yaxud ki, ölə bilər. Bir şəxsin bu işə iqdam etməsi, kövrək ağaca, kövrək budağın üzərinə, yüksək bir yerə çıxıb, hərçəndi baxmayaraq o 2-3 meyvə ona lazımdır, övladına lazımdır. Lakin insanın həyəti ondan daha dəyərlidir. Bir insan bu işi görsə özünü təhlükəyə atmış olar. Bu kimi misallar çox çəkmək olar. Amma bir də var ki, bir şey əldən gedir ki, o şey insanın canından qiymətlidir.
İslam dini təhlükədə. Peyğəmbər əleyhissalamın ümməti təhlükədə. Qur'an təhlükədə. Qur'anın hökmləri ayaq altına atılıb. İndi Seyyid-i Şühədə Həzrət İmam Hüseyin əleyhissalatu vəssalam öz canını fəda eləməyə bu meydana çəkirsə, buna deməzlər təhlükə. Çünki bir şeydən ötəri İmam əleyhissalam öz canını o meydana, o məərəkəyə gətirir ki, o şey bütün hər bir şeydən üstündür. O İslam dinidir, Allahın dinidir, Allahın hökmləridir. Bu məqam öz yerində. Amma istərdim bəzi mətləblərə işarə edeyim. Sözüm o kəslərədir ki, aya siz o qədər bilikli, o qədər elmlisiniz ki, Xatamul Ənbiya övladı, Peyğəmbər əleyhissalamın ciyərparəsi, Həzrəti İmam Hüseyin əleyhissalatu vəssalamdan o ayəni güya yaxşı bilirsiniz. İmam əleyhissalam ki, əl-əyazu billah bilmir, siz bilirsiniz, siz alimsiniz. Niyə bu ayələrdən, bu kimi ayələrdən sui istifadə edirsiniz? Allah Teala buyurur, həmən ayəni mən əvvəldən oxuyuram ki, sözüm onlarıdır, niyə ayənin əvvəlin gizlədirsiniz, axırın gizlədirsiniz? Ortadan bir cümlə, bir kəlmə götürüb onu öz istədiyiniz kimi sui istifadə edirsiniz. Allah Qur'an-ı Kərimdə buyurur və ənfiqu fi səbilillah. Bu ayə zəkat barəsində əvvəla nazil olundur. Allah yolunda nəfəqə verin, zəkat verin, xumus, zəkat verin. Və ənfiqu fi səbilillah və la tulqu bi əydikum ilə təhlükə və əhsinu innəllaha məəl muhsinin. Nəfəqə verin, zəkat verin, Allah yolunda nəfəqə verin. Nəfəqədən boyun qaçırmaqla, zəkat verməməklə, xumusu tərk etməklə, xumus zəkatı tərk etməklə özünüzü təhlükəyə atmayın. Bir mənası bəli budur. Bəla tuhliku ənfusakum bi əydikum bitərkil infaq fi səbilillah. Allah yolunda nəfəqəni tərk eləməklə, zəkatı, xumusu tərk eləməklə özünüzü təhlükəyə atmayın, oyun oynamayın. Zəkatı verməmək, Allahın buyurduğu xumusu zəkatı verməmək, onu tərk etmək, vacibləri tərk etmək insanın özünü təhlükəyə atmasıdır. İlahi əzaba düçar olmasıdır. Bəli, nəfəqə verin və ehsan edin ki, Allahın rəhməti ehsan edənlərləndir. Allahın əmrinə boyun qoyanlarlandır. Bir mənası budur. Və başqa bir mənası da ki, bəla tulqu bi əydikum ilə təhlükə, yəni ənfiqu, nəfəqə verin, zəkat verin, xumus verin, Allah yolunda nəfəqə verin. Amma nəfəqə verərkən də vəla tusrifu fil infaq. Nəfəqə verəndə də israf etməyin. Belə ki, əlləzi yəti ələn nəfs, hansı ki, insanın zərərinə ola biləcək tərzdə olmasın. O cürə nəfəqə verməsin ki, insan öz əhli əyalını, övladını, körpəsini, xanımını aç saxlayıb, bütün nəyi vardır, hamısını Allah yolunda versin. Bir gün bir şəxs gəldi, qənimətlərdən onun da əlinə yetişmişdi, bir dinar pulu vardı. Gəldi, dedi ki, ya Rasulallah, xuz minni, al bu pulu məndən və bunu yoxsullara verginə. Həzrət Peyğəmbər əleyhissalam tanıyırdı, bilirdi o kişi. Onun vəziyyətini bilirdi. Mədinənin yoxsul şəxslərindəndir. Əhli əyalı böyük olan, külfəti böyük olan bir şəxsidir. Çoxlu uşaqları vardı, yoxsul ailə idi. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh almadı. İkinci dəfə dedi, ya Rasulallah, al bunu məndən, bunu nəfəqə ver. Üçüncü dəfə Həzrət buyurdu ki, nəfəqə malın artığından ola. Sən özün yoxsul bir kişisən, fəqir bir kişisən ki, sən bunu öz əhli əyalın ki, bu dəqiqə ehtiyac içindədir evdə, apar onlara xərcləginə. Nəfəqə malın artığından olar. Bəli, bu ayədə ki, Allah Teala buyurur, özünüzü təhlükəyə atmayın. Bir mənası da budur ki, nəfəqəni də o cürə verin ki, israfçılığa yol verməyin. Belə ki, israf etsəniz, özünüzü, əhli əyalınızı, öz ailənizi təhlükəyə atmış olarsınız. Bəli, Allah Teala ki buyurur, və la tulqu bi əydikum ilə təhlükə və əhsinu innəllaha yuhibbul muhsinin və ehsan edin.
Nəfəqə verəndə də israf edib özünüzü təhlükəyə atmayın. Ki, iqtisadla, belə ki, muhsinun kəlməsindən məqsəd İnnallaha yuhibbul muhsinin, yəni muqtasidin. Allah Teala israf etməyən, iqtisadı qoruyan kəsləri Allah Teala sevir. Və həm Şiə təfsirçiləri, həm Əhl-i-Sünnə müfəssirləri "Bəla tulqu bi'aydikum ilət təhlükə" ki, bu ayəni təfsir edərkən, izah edərkən məqsəd bu təhlükədən nəfəqə olduğunu qeyd ediblər. Yenə də təkrar ərz edilir ki, mütəəssifanə çox təəssüflər olsun ki, bəziləri olubdur və indi də tapılırlar ki, özlərin böyük bir elm sahibi güman edirlər. Belə ki, vəhyin xanimanı olan, Qur'an nazil olan evin nümayəndəsi, neçə ayə nazil olub barəsində Allahın hüccəti Seyyid-i Şəhədə Həzrət İmam Hüseyin əleyhissalatu vəssalam xüsusunda danışarkən ki, İmam əleyhissalam əl-əyazı billah bu ayəyə riayət etmədi ya bu ayəni unutdu. Hansı ki, Qur'anın mütərcimi Ali Muhammeddir. Qur'anın şəriki Əhl-i Beyt əleyhissalamdır. Allahın iki ağır əmanətindən biri. Yəni biri Qur'an-ı Kərimdirsə, biri elə Əhl-i Beyt əleyhissalatu vəssalamdır.